Gələn ildən etibarən vətəndaşlar üçün müəyyənləşdirilmiş fiziki şəxslərin gəlir vergisi ilə bağlı güzəştlərin müddəti başa çatır. Artıq 2026-cı ilin yanvarın 1-dən etibarən fiziki şəxslərlə bağlı əmək haqqlarından yeni vergilərin tətbiq edilməsi həyata keçiriləcək. Belə ki, təqdim olunan layihəyə əsasən növbəti ildən etibarən əmək haqqları 2500 manatadək olan vətəndaşlarda 3% gəlir vergisi nəzərdə tutulub. Əgər əmək haqqı 2500 manatdan çoxdursa, 8000 manatdan azdırsa, o zaman bu rəqəm 10%. Əgər 8000 manatdan çoxdursa, o halda 14% tətbiq olunacaq. Xüsusən nəzərə alsaq ki, vətəndaşlarımızın böyük əksəriyyətinin əmək haqqısı 2500 manatdan azdır. Bu demək ki, əmək haqqı müqaviləsində çalışan vətəndaşlarımızın böyük əksəriyyətində gəlir vergisi 3% ilə tətbiq olunacaq. Məsələn, əgər vətəndaşımızın əmək haqqısı orta aylıq əmək haqqıya yaxın 1000 manatdırsa, onun əmək haqqısından ödəniləcək məbləğ 3%, yəni 30 manat olacaq. Əgər vətəndaşımızın əmək haqqısı 2500 manatdan çoxdursa, məsələn 3000 manatdırsa, o zaman 2500 manatdan çox olduğuna görə artıq yeni vergi dərəcəsi tətbiq olunacaq. Millət vəkili Vüqar Bayramov bildirir ki, növbəti illərdə mərhələli şəkildə faizin miqdarı artacaq. 2027-ci ildə bu rəqəm 5%, 2028-ci ildə isə 7% olacaq. Rəsmi statistikaya əsasən hazırda əmək müqaviləsində çalışan vətəndaşlarımız sayı 1.700.000-dən artıqdır. Onların 909 mini qeyri-dövlət, yəni özəl sektorda çalışır. Bu demək ki, yeni vergi dərəcələri təxminən 900.000-dən artıq vətəndaşımızı əhatə edəcək. Onların da böyük əksəriyyətin əmək haqqısı orta aylıq əmək haqqıya yaxın olduğuna görə həmin vətəndaşlarımızın əmək haqqlarından yanvarın 1-dən etibarən 3% vergi hesablanaraq büdcəyə ödəniləcək. Millət vəkili onu da bildirdi ki, bunu kompensasiya etmək, yəni tutulan verginin işçinin əmək haqqına təsir edib etməməsi şirkət rəhbərliyinin verəcəyi qərardır. Şirkət həmin vətəndaşımızın əmək haqqısında müəyyən artımları getməklə nəticə etibarilə ödənilən verginin şirkət tərəfindən qarşılanmasına nail ola bilər. Məsələn, əgər vətəndaşımızın əmək haqqısı 1000 manatdırsa, şirkət tərəfindən onun 1050 manatdakı artırılması nəticədə verginin şirkət tərəfindən qarşılanmasına, kompensasiya edilməsinə gətirib çıxara bilər. Qeyd edək ki, fiziki şəxslərin 7 il idi ki, gəlir vergisi ilə bağlı güzəştlər tətbiq olunurdu. Aytən Fehruz Ramil İbrahimov, Xəzər xəbər.